Şəkillərdə K, L məntəqələri üçün eyni vaxtda Günəşin üfüqi üzərində vəziyyətlər göstərilmişdir. K məntəqəsi, bir də L məntəqəsi. K məntəqəsindən Günəş şimal-şərqdə görünür, şimal-şərq istiqamətdə. L məntəqəsindən, K məntəqəsindən isə şimal-qərb istiqamətdə görünür. Yəni biz bunu belə çəkə bilərik ki, məsələn, L məntəqəsi, bu da K məntəqəsi. K məntəqəsinin şimal-şərqi, təsəvvür Günəş buradır, formata görünür K məntəqəsinin. L məntəqəsində K məntəqəsi şimal-qərbi, L məntəqəsi şimal-şərqi. Yəni bu şəkildə elə bu deməkdir. L və K. K-nın şimal-qərbi, L-in şimal-şərqidir. İndi K məntəqəsi daha şərqdə yerləşir, görünür. K məntəqəsi daha şərqdə yerləşir. Bir doğrudur. Bir doğru olmayanlar getdi. L məntəqəsi yerli vaxt daha irəlidir. L məntəqəsi K-dan qərbdədirsə, irəli olmaz, geri olar. 2 səhvdir. 2-lər də səhvdir. Qaldı 1, 3, 1, 5. Məntəqələr eyni meridian xətti üzərində yerləşirlər. Meridian xətti üzərində bunların eyni meridian xətti yox, əksinə eyni paralel xətti üzərində yerləşirlər. Meridian xətti üzərində yerləşirlər, Günəşi eyni vəziyyətdə görərdilər. 3 də səhvdir. Məntəqələr coğrafi koordinatı eynidir, yanlışdır. Eyni məntəqə yerli vaxt daha geridir, bəli, el daha geridir. 1, 5, B variantı. A paralel xətti boyunca yerin öz ətrafında fırlanma sürəti 1250 km/saat. Gəlin A paralelini tapaq ki, biz hansı paraleldir? A-nın paralelinin xəttinin sürəti 1250 km/saat. Yəni 1 saatda 1250 km/saat sürətlə hərəkət edir. Gəlin baxaq ki, bu hansı paraleldir? Bunu tapmaq üçün 1 saata bilirik ki, yer kürəsi 15 dərəcə dövr edir. 1 saata 15 dərəcədirsə, 1 saat 15 dərəcədirsə, yəni baxaq ki, 1250-ni neçə saata dövr edər? Və yaxud da ki, yəni 1 saat 15 dərəcədirsə, 1250 km saatı, baxaq ki, saatda neçə kilometr getməlidir ki, biz gəlib həm 1250 km saat sürətlə getmiş olsun. 1250, bundan da x vurulsun 15 bərabər 1250, x də bərabər 1250 bölünsün 15. Yəni biz həmin paralelin bir dərəcəli qövsün uzunluğunu daha doğrusu tapmaq üçün biz sürəti 1250, deməli 1250 bölünsün 15. Deməli 1250 bölünsün fırlanma sürəti. Ümumi olaraq bizə paraleli soruşmur. Sürətlərini deyir və verilən fikirlər. Gəlin bu sürətlər olan ehtiyac yoxdur. Belə tapmaq olar ki, bir dərəcəli qövsün uzunluğu. Gəlin tapaq. X bərabərdir. Tapaq. Tapmışıq. X bərabərdir 83,3 km. Yəni, bir dərəcə A qövsünün, bir dərəcə qövsün uzunluğu A paralelinin 83,3. Yazaq. A 83,3 km. Bir dərəcəsi. B-yə baxaq. B paraleli 1345. Bunu yenə bölürük 15-ə bərabərdir. Deməli, 1345 bölünsün 15. 89,6 km. Sonra C məntəqəsi 1130 bölünsün 15. Bölünsün 15 bərabərdir. Deməli, 1130 bölünsün 15. Bu da 75 km. Deməli, bir dərəcə qövsün uzunluqları 83, 89, 75. Biz də bilirik ki, paralellərin qövsün uzunluqları ekvatorun qütbə doğru getdikcə azalır. Azalırsa, ekvatorda bir dərəcə qövsün uzunluğu 111 km-dir. Növbəti gəlir 89 olacaq B məntəqəsi. Növbəti gəlir 83 A məntəqəsi. Növbəti ən balacası C məntəqəsi.
İndi buna uyğunluq tapaq. Paralellər, deməli, paralellər şimal yarımkürəsində yerləşir. Bəli, şimal yarımkürəsində düzcək, bu vacibdir. C paraleli AB paraleli nisbətən ekvator daha yaxındır. Əksinə, buradan baxırıq ki, daha uzaqdır. Bir səhvdir. Bir getdi. B paralelinin uzunluğu AC-nin daha çoxdur. Bəli, çünki ekvatoru daha yaxındır. Doğru. B paraleli AC paraleli arasında yerləşir. B paraleli AC yanlışdır. 3 də yanlışdır. Qaldı 2, 4. C paraleli AB paraleli nisbətən şimal qütbünə daha yaxındır. Bəli, bu da doğrudur. 2, 4. C paralelinin uzunluğu AB-dən daha çoxdur. Əksinə daha kiçikdir. 2, 4. A variantı. Sxema əsasında Ankara şəhərindən 50 şərq uzunluq 50 dərəcə uzunluqda fərqində yerləşən AB məntəqələri üçün aşağıdakı fikirlərin hansı doğru deyil? Ankaradan şərqə qərbə 33 dərəcədirsə, biz şərqə doğru gediriksə, üstünə gəlirik. Olacaq 83 şərq uzunluğu. Qərbə doğru gediriksə 33-dən, biz dedik ki, 33-dən 50 çıxanda qalacaq. Deməli, 10, 16 dərəcə. Amma mənfi olduğu üçün yazırıq qərb uzunluğu. Deməli, daha doğrusu 17 dərəcə. 17 dərəcə. Deməli, bura olacaq 17 qərb uzunluğu. Doğru deyil. Yəni, aşağıdakı fikirlər hansı doğru deyil? B məntəqəsi Ankara şəhərindən 200 dəqiqə yerli vaxt fərqi var. B məntəqəsi 50 dərəcə. Yəni, dərəcəni dəqiqəyə çevirək. 1 dərəcəmiz 4 dəqiqədirsə, 50 dərəcəmiz x. X də bərabərdir 50 vurulsun 4, x də bərabər 200. Bu doğrudur. Bu plus. Doğru olmayan soruş. Məntəqələr hər ikisi Qrinviç meridianından şərqdə yerləşir. Hər ikisi Qrinviçdən şərqdə yerləşir. 17 qərb uzunluğu Qrinviçdən soldadır. Bu doğru deyil. Ankara ilə bu məntəqə arasında ən qısa məsafə eynidir, çünki eyni paraleldir, eyni dərəcədə doğrudur. Məntəqələr ekvatora qədər ən qısa məsafə, qütblərə qədər ən qısa məsafə daha. Məntəqələrdən ekvatora qədər ən qısa məsafə, ekvatora olur 40 dərəcə, qütbə doğru 50 dərəcə. Çünki 40-cı paralel üzərindədir. 50 dərəcə nə deyir? Ən qısa məsafə, qütblər ən qısa məsafə daha azdır. Düz, bu da doğrudur. A məntəqəsinin Bakıdan 270, Bakı 40-cı paraleldədir. Bu da Bakıda yerləşir 40-cı. 50 şərq uzunluğudur bu tərəfdə. 50 şərq uzunluğu. Bakıdan olacaq 270 azimutla. B məntəqəsinin 90 azimutda yerləşir. Nə deyir? A məntəqəsi Bakıdan 270, B məntəqəsi isə 90 azimutda yerləşir. Bəli, Bakıdan 90 azimutda yerləşir. Bu da doğrudur. B variantı səhvdir. Deməli, qrafikdə şimal-şərq yarımkürələrində şimal, bir də şərq. Şimal-şərqdir. Deməli, ekvator və Qrinviç. Qrinviç. Bu hissə. Bax, buradadır. 5 fərqli məntəqənin eyni vaxtda 3, 4, 5. Eyni vaxt yerli vaxtlar yerləşdikləri coğrafi enliklər göstərmiş. Buna siz aşağıdakı fikrin hansı doğru deyil? Deməli, birinci məntəqə yerli vaxt, coğrafi enlik. Deməli, coğrafi enlikdə 20 dərəcə A yerləşir. Birinci 20 dərəcədə. Sonra ikinci 30 dərəcədə. Sonra deməli, gəlin yazaq. A birinci məntəqədadır. Birinci baxırıq ki, 20 dərəcədə yerləşir. 20 şimal dərəcəsi. A 20 şimal dərəcəsi. Sonra 2-yə baxaq. 30 şimal dərəcəsi. 2 daha doğrusu. A yox. 1, bu 2. Deməli, ikinci 30 şimal dərəcəsi. Sonra 3, 25 şimal dərəcəsi. Burada. 3, 25. 25. Sonra 4, 35. 35. Sonra 5, 15.
15, bu da 5. Deməli, 5, 1, 3, 2, 4. Bu ardıcılıqla gedir. 5, 1, 2, 3, 4. Deməli, doğru deyil. Üçüncü məntəqə daha şərqdə yerləşir. Və saatlarına baxaq. Üçüncü məntəqə saat 14:40-dır. Bundan irəli olan var. Çünki nə deyir? Daha şərqdə yerləşir. Üçüncü məntəqə. Daha şərqdə yerləşmək üçün daha saatlı irəli olmalıdır. Saatlı irəli deyil. Saatlı irəli olmalıdır. Ona görə bu yanlışdır. Bunu soruş edilir. Birinci məntəqə Qrinviç meridianına daha yaxındır. Birinci məntəqə Qrinviçə daha yaxındır. Qrinviçə daha yaxındır. Deməli 20 şimal dərəsi saat deməli 14:20. 14:20 bundan az olan saat neçədir? 14:00. Birinci məntəqə Qrinviçə daha yaxındır. Bu da yanlış oldu. 5-ci məntəqə mülayim şıklanma qurşağında yerləşir. 5-ci məntəqə. Yəni 5. 15-dir. 5-ci mülayim şıklanma qurşağında yerləşmir. 15 mülayim başlayır. Şıklanma 20.5-dən yuxarı. Bu da yanlışdır. Sonra 4-cü məntəqə qütb ulduzu daha böyük buz altında görünür. 4-cü məntəqə 35. Bəli, bu doğrudur. Çünki 35 dərəcədir. Ən böyük buz altında. Bundan böyük yoxdur. İkinci, üçüncü məntəqələr günəş şüa düz buz altında düşmür. İkinci, üçüncü. Günəş şüa düz bucaq. Yəni 90 dərəcə. 2. 30 düşmür. 3. 25. Buna da düşmür. Bu da mənfidir. Deməli, burada nə deyir? Buna əsas aşağıda fikrin hansı doğru deyil. Bu doğrunu deyir. Çünki bunların üçü də yanlışdır. Üçüncü məntəqə daha şərqdə. 3 yerləşməz. 4 yerləşir. Çünki 15-20-dir saat. 35 şimalin dairəsi olsa da yerli vaxtını verir. Mən saatlar səhv sayım. Mən enliklə tapmışam. Saatlarına baxaq. Üçüncü məntəqə daha şərqdə yerləşir. 3. Bəli, doğru. Saatı buradadır. Mən buna fikir verməmişim. Üzürlüsən. Saat buradadır. Bəli. 15-20-dir. Bu doğrudur. Birinci məntəqə Qrinviçə daha yaxındır. Birinci məntəqə. Bəli. Saatda saat neçədir? 14:00. Bu da doğrudur. B də doğrudur. 5-ci mülayim şıklanma qurşağıdır. Bu səhv budur. Çünki 15 tropik şıklanma qurşağı. 4-cü qütb ulduzu daha böyük altında görünür. 4. Bu da doğrudur. Günəş düz buz altında düşmür. İkinci, üçüncü məntəqələr. Bu da doğrudur. Düşmür. Doğru olmayan deməli C variantıdır. Üzrlü say. Cədvələ əsasən 21 martda şimal yarımkürəsi 21 mart deyən kimi günəşin zenitdə olduğu məntəqə deməli ekvator. Deməli bura 90 dərəcə düşür. Şimal yarımkürəsində söhbət şimal yarımkürəsindən gedir. Bəzən yerli vaxtları bu məntəqələr günorta vaxt günəş şüanın düşmə bucağı verilmişdir. Buna əsasən aşağıda fikir hansı doğrudur? Deməli yerli vaxtları bir də düşmə bucaqları verilib. Ekvator, yəni 21 martdadırsa, bunların düşmə bucağı elə onun 90-dan çıxırıq, onların dərəcələri alınır. Yəni məsələn birinci məntəqə 20 dərəcə düşürsə, 21 martda günəşin düşmə bucağı, deməli, günəşin düşmə bucağı bərabərdir, 90 çıxılsın, verilən məntəqənin coğrafi enliyi. Buradan da günəşin düşmə bucağı 20 dərəcə bərabərdir, 90 çıxılsın, verilən məntəqənin coğrafi enliyi. Bunda birinci məntəqədə verilən məntəqənin coğrafi enliyi bərabərdir 70 dərəcə və şimal enliyi. Birinci məntəqənin 70 şimal enliyi. Bunu yazaq. 70 şimal dairəsi. İkinci məntəqəyə baxaq. Yenə 90-dan 40-ı çıxırıq. Bu 40-dır. 50 şimal dairəsi. Sonra üçüncü məntəqə. 90-dan 50 çıxırıq. Çünki 50-dir. 40 şimal dairəsi. Sonra dördüncü məntəqə. 90-dan 80 çıxırıq. 10 şimal dairəsi. 5-ci məntəqə 90-dan çıxırıq 75-i 15 şimal dairəsi. Deməli 5-ci məntəqə 15, 4, 10, 3, 40, 2, 50, 1-ci 70 şimal dairəsində. İndi
Enliklərə baxdıq. Gəlin baxaq enliklərə uyğun olaraq. Tropik iqlimli qurşağında yerləşir. 4-cü məntəqə. 4-cü məntəqə 10 şimaldadır. Tropik iqlimli qurşaqları da 20-5'lər arasındadır. Deməli 4-cü məntəqə bu doğrudur. 3-cü məntəqə yerli vaxt digərləri məntəqə müqayisəsində daha geridir. 2-ci məntəqəyə baxaq. 2-də 11-20-dir. Bundan gerilər var. 09-15 yanlışdır. 5-ci məntəqə qütb uzu 75 uzu altında görünür. 5-ci məntəqə 15-dir. 15 dərəcə deməli 5-ci məntəqədə 75 yox 15 dərəcə görünəcək. Yanlışdır. Şimal qütbünə ən yaxın yerləşən məntəqə 4-cü məntəqədədir. Şimal qütbünə ən yaxın 4-10 şimal, ən yaxını 1-ci məntəqədir. Çünki 70 şimal dairəsidir. Bu da yanlışdır. 1-ci, 3-cü məntəqə yerli vaxt fərqi 2 saatdır. 1, 12, 30, 3, 16. Bunlar arasında fərq 2 saat deyil. 16, 00, 12, 30. Buradan 60 olur. 30. Bu da 5, 3, 30. Bu da yanlışdır. Cavab A variantı.